Deməli, 101-ci sualın izahına baxaq. Selluloza üçün verilən fikirlərdən biri doğrudur. Selluloza fermentdir. Ona görə ferment isə onun monomeri amin turşusudur. Cavabımız A variantı. Monomeri amin turşusu olub, ribosomlarda sintez olunur. 102-ci. Nukleotid dezoksiriboza gen, xromosom, genetik kod verir və bizə kiçikdən böyüyə doğru sıraladıqda 3-cü sırada hansı yer alır soruşur. Birinci dezoksiribozadır. Sonra nukleotiddir. Çünki dezoksiriboza nukleotidin tərkib hissəsidir. Nukleotidlər birləşib genetik kod əmələ gətirirlər, yəni tripleti. Üçüncü genetik koddur. Sonra genlərdir, dördüncü və onlar da birləşib xromosom əmələ gətirir. Üçüncü deməli bizdə genetik kod olacaq. 103-cü suala baxaq. Nuklein turşularında neçə növ nukleotidə rast gəlinir? DNT molekulunda 4 növ nukleotid var, RNT-də də 4 növ nukleotid var. Bunların cəmi hər ikisini birlikdə 8 eləyir. Cavabımız 8. A variantı. 104-cü sual. Bir DNT molekulunda nukleotidlərin sayı 1500-dür. Yazaq burada. N bərabərdir 1500-ə. Bu DNT molekulunda sayca adenin üstəgəl timin, guanin üstəgəl sitozinin nisbətini 3-də 2-dirsə, aden və guanin nukleotidlərin sayı necə olar? Bunları biz əgər x-la işarə eləsək, yəni 2x, adenin də x-dır, timin də x-dır və bunların nisbətini 2x üzərinə 3x bərabərdir 1500-ə. 5x bərabərdir 1500-dən x bərabərdir 300-ə. Gətirib burada yerinə qoyuruq. 300 vurulsun 2, yəni eləyir 600 nukleotid. Deməli, adenin və timinin cəmi 600-dür. O zaman adenin 300 olub, timin də 300 olub. Digər tərəfdən 300-ü gətirib 3-ə vursaq, bu eləyəcək 900. Bunların da sayı bir-birinə bərabər olduğuna görə 900-ü ikisi arasında böləndə 450 guaninin payına düşür, 450 sitozinin. İndi bizə adenin və guaninin sayını soruşur. Biz tapdıq ki, 300 adenin var, 450 guanin. Cavabımız A variantı. 105-ci suala baxaq. Deyir ki, DNT molekulunun bir hissəsində cəmi 132 hidrogen rabitəsi var. Hidrogen rabitəsi bərabərdir 132-yə. Və həmin hissədə adenin miqdarı 12-dir. Deməli, adenin 12-dirsə, timin də 12-dir. Və bizdən sitozin və guanin arasında hidrogen rabitələrinin sayını soruşur. Deməli, biz buradan guaninin sayını tapanda belə bir düsturumuz var idi ki, hidrogen rabitələrinin sayı bərabər idi. 2 adenin üstəgəl 3 guaninə. Guaninin də sayı buradan bərabərdir. Hidrogen rabitəsinin sayı çıxılsın 2A, bölünsün 3. Gətirib qiymətlərini yerinə yazsaq, 132 çıxılsın 2A eləyir 24, bölünsün 3. Buradan da tabi 132-dən 24 çıxanda 108, 108-i də 3-ə böləndə 36 düşür. 36. İndi bizdən guanin və sitozinin arasında 3 hidrogen rabitəsi olduğuna görə 36 guanin varsa, 36-nı 3-ə vururuq. 36 vurulsun 3-dən 108 hidrogen rabitəsi guanin və sitozin arasındadır. Cavabımız D variantı. 106-cı sual. DNT molekulunun müəyyən bir hissəsində cəmi 144 hidrogen rabitəsi var. Hidrogen rabitəsi bərabərdir 144-ə. Bu hissədə adeninin miqdarı 36-dır. Adenin bərabərdir 36-dırsa, timin də 36-dır. Və DNT-nin bu hissəsində olan bütün nukleotidlərin cəmini bizdən soruşur. İlk öncə guanini tapaq. Guanin 144-dən çıxırıq 72. Niyə 72? Çünki 2A düsturundan. 72 bölürük 3-ə. Burada cavab 72. 72-ni də 3-ə böləndə cavabımız edir 24. Deməli, guaninin sayı 24 imiş. Guanin 24-dürsə, sitozin də 24-dür. Ona görə 24-ü vururuq 2-yə. 24 vurulsun 2 bərabərdir 48. 48-in üzərinə adenin və timinin sayını gəlirik. 36 vurulsun 2 eləyir 72 bərabərdir 120. Deməli, ümumi nukleotidin sayı 120 imiş. 107-ci sual. Bir zolalın polipeptid zəncirini başlayan, digəri isə bu zənciri tamamlayan 2 amin turşusunun nisbi molekul kütlələrinin fərqini soruşur. Deməli, amin turşu zəncirində ilk başlayanda 128-dən OH qrupu çıxdığına görə çıxırıq OH-ın kütləsini.
17-ni. 128-dən 17 çıxanda ilk həmin turşusunun kütləsi 111 qram qalır. Ortadakılar 110 qram, çünki hər birindən həm OH, həm də H çıxır. Sonuncuda isə bir hidrogen çıxdığına görə 128-dən 1 qram hidrogeni çıxanda 127. İndi bizdən bu sonuncudan ilkin fərqini soruşur. 127-dən çıxanda 111 bərabərdir 16 qram. Fərq 16. Cavab A variantı. 108-ci sualda. Deyir ki, DNT molekulunda adenin və timin nukleotidləri arasında olan hidrogen rabitələrinin sayı 18.000-dir. Deməli, adenin və timin arasında 2 hidrogen rabitəsi var. 18.000 isə, deməli, 9.000 adenin var imiş, 9.000 timin var. Və bu, sitozin və guanin nukleotidləri arasındakı hidrogen rabitələrin sayından 3 dəfə çoxdur. Deməli, guanin və sitozin arasındakı hidrogen rabitələrin sayı 18.000-dən 3 dəfə az imiş. 18.000-i 3-ə böləndə cavab eləyir 6.000. Deməli, bunlar arasında 6.000 hidrogen rabitəsi var. Və bu 6.000 hidrogen rabitəsini biz böləndə 3-ə 2.000 guaninin sayı eləyir, 2.000 də sitozinin sayı. DNT molekulunda neçə nukleotid var? Nukleotidləri toplayanda 9.000 vurulsun 2, 18.000. Üzərinə gəlirik, guaninin və sitozinin sayı 4.000-i bərabərdir 22.000 cavabımız. Cavab C variantı. 109-cu suala baxaq. DNT molekulunda azot əsasları arasında 300 hidrogen rabitəsi mövcuddur. Bütün azot əsasları bərabər miqdardadır. Deməli, adenin timinə bərabərdir, guaninə, o da sitozinə bərabərdir. Biz bunların sayını bilmirik, amma bizdən hər birinin sayını istəyir. Hər x-də işarə eləsək, o zaman hidrogen rabitəsi adenin və timin arasında 2x-dır. Üzərinə guanin və sitozinin arasında 3x. Bərabər eləyirik 300-ə. 5x bərabərdir 300-ə. Buradan x-i tapırıq ki, x 60. Deməli, hər bir nukleotiddən 60 ədəddir. Cavabımız bizdə hər birinin miqdarını soruşur. Cavabımız 60. 110-cu sual. DNT molekulunda 14.000 hidrogen rabitəsi var. Yazaq, hidrogen rabitəsi 14.000. Və 4.000 adenin var. Adenin 4.000-dirsə, timin də 4.000-dir. Buradan guanini tapırıq. Guanin bərabərdir. Hidrogenin rabitəsindən çıxırıq. Adenin 2 mislini bölürük 3-ə. 14.000 çıxılsın 8.000 bölünsün 3. Buradan da cavabımız 14.000-dən 8.000 6.000, 6.000-i 3-ə böləndə 2.000. Deməli, guaninin sayı 2.000-dir. 2.000. İndi bizdən soruşur, neçə dezoksiriboza var? Dezoksiribozaların sayı həmişə DNT molekulunda olan nukleotidlərin sayına bərabərdir. Nukleotidlərin də sayı hesablayanda 4.000 adenin, 4.000 timin eləyir 8.000. 8.000-in də üzərinə 2.000 guanin, 10.000, üzərinə də 2.000 sitozinə gələndə 12.000. Cavabımız B variantı. 111-ci suala baxaq. DNT molekulunda nukleotidlərin ümumi sayı 3500-dür. N bərabərdir 3500. Guanin sitozinin nisbəti timin və adeninə 3-2 olarsa, bu DNT molekulunda sitozinli nukleotidlərin sayı nə qədərdir? Gəlin belə hesablayaq. 2x, bunları x-la işarə eləyirəm, bunları da x-la işarə eləyirəm. Üzərinə gələk 3x bərabərdir 3500-ə. 5x bərabərdir 3500-ə. X-i tapdıq 700. Deməli, 700-ü buradan 2-yə vuranda eləyir 1400. 700-ü 3-ə vuranda eləyir 2100. Toplayanda bunların cəmi 3500-ü verir bizə, yerinə qoysaq. İndi buradakı 1400 guanin və sitozinə cəmidir. Deməli, bundan da guanindən də 700 ədəd olub, sitozindən də 700 ədəd olub. 2100 isə adenin və timinin cəmidir. O zaman adenin və timinin cəmi
tapdıq ki, biz burada x-i 700 tapdıq, 2100-dür. Bu DNT molekulunda sitozinli nukleotidlərin sayı nə qədərdir? Sitozin elə 700. Bizdən soruşur sitozinin sayını. Sonra adenini əgər soruşsaydı bizdən, adenini timinin cəmi 2100 elədiyinə görə cavabımız 1050 olardı. Amma bizdən sitozini soruşur. 112-ci sual. Deməli, 1600 nukleotid var DNT molekulunda və adenin bərabərdir 240-a. Timin də bərabərdir 240-a. Bu molekulda neçə hidrogen rabitəsi var? O zaman guaninin sayını tapırıq. 1600-dən çıxırıq 480. 480. Cavabımız eləyir 2-yə böləndə. 1120 bölünsün 2-dən 560. İndi bizə hidrogen rabitələrinin sayını soruşur. Hidrogen rabitəsi də bərabərdir. Ümumi nukleotidin üzərində guaninin sayını gəlirik. 1600-ün üzərinə gəlirik 560-ı. O da eləyir 2160. Cavabımız C variantı. 112-ci sualda. 113-ə baxaq. Nukleotidin sayını bizə verib 4800. Və bizə deyir ki, sitozinin nisbəti adeninə 5:3-dür. Deməli, burada timinin də nisbəti guaninə 5:3 olacaq. İndi biz 3x üstə gəl 3x, çünki guaninin də sayını hesablamalıyıq. Bizə ümumi nukleotidi 4800 verib. Üzərinə gəlirik 5x adenindir, 5x də timindir. 5x üzərinə 5x bərabərdir, eləyirik 4800-ə. Bunları toplayanda 6x, bu da 10x. 16x bərabərdir 4800-ə. Buradan x-i tapırıq 300. Deməli, x-in cavabını tapdıq 300. Burada 900 sitozin var. Belə deyək, sitozin bərabərdir 900-ə. Guanin də bərabərdir 900-ə. Adenin isə 1500, timin isə 1500-dür. Adenin 1500, timin də 1500-dür. İndi bizdən iki zəncirini bir-birinə neçə hidrogen rabitəsi birləşdirir? Hidrogen rabitəsi də bərabərdir. Ümumi nukleotidlərin sayı verib bizə 4800. Həmin 4800-ün üzərinə guaninin sayını gəlirik. Guanin nə qədərdir? 900. Bərabərdir 5700-ə. Cavabımız C variantı. 114-cü suala baxaq. DNT molekulunda guaninli nukleotidlərin sayı timinli nukleotidlərin sayından 4 dəfə çoxdur. Deməli, guaninin timinə nisbəti 4-dür. Nukleotidlərin sayı cəmi 3000 olan molekulda. Deməli, nukleotidlər bərabərdir 30.000. Adenin və timinin payına cəmi neçə ortofosfat turşusu qalığı düşür? Deməli, timini biz x-la işarə eləsək, guaninin sayı 4x-dir. Yəni, 4 dəfə çoxdur. X timin üstə gəl, x adeninin miqdarı, çünki bərabərdə bunlar bir-birinə. Üzərinə 4x qədər guanin, üzərinə 4x da sitozini gəlirik. Bərabər eləyirik 30.000-ə. 2x, bu da 8x. 10x bərabərdir 30.000-ə. X-i tapdıq 3000. Deməli, timinin sayı 3000-dir. Adeninin sayı 3000-dir. Guaninin sayı 12.000. Sitozinin sayı, buradan yazın, sitozinin də sayı 12.000-dir. Bizə deyir, adenin və timinlərin payına neçə ortofosfat turşusu qalığı düşür? Adenin 3000-dir, timin də 3000-dir. Bunların cəmi eləyir 6000. Deməli, ikisinin cəmi 6000 elədiyinə görə hər birində də bir nukleotiddə bir ortofosfat turşusu qalığı var. Cavabımız D variantı. 115-ci suala baxaq. DNT molekulunda 12000 dezoksiriboza var. 2000 adeninli nukleotid var.
Verilənləri nəzərə alaraq bu DNT molekulunda ortofosfat turşusu qalıqlarının sitozin və hidrogen rabitələrinin sayını göstərin. Dezoksiribozanın sayı həmişə ortofosfat turşusu qalığının sayına bərabərdir. Deməli, 12.000-də ortofosfat turşusu qalığı olacaq. İndi biz 12.000, adenini verib bizə 2.000. Timini də verib bizə onda 2.000, çünki bərabərdir bunların sayı. Bizdə guanin və sitozinin sayını hesablayanda ümumi nukleotit 12.000-dən çıxırıq 4.000, 8.000, 8.000-i də bölürük ikisinin arasında guanin və sitozinin. Cavab 4.000. Deməli, 4.000 guanin və yaxud sitozin var. Hidrogen rabitəsini də hesablayanda ümumi nukleotitlərin üzərinə sitozinin və yaxud guaninin sayını gəlirik. Burada ümumi nukleotit 1200-dür. Bunun da üzərinə 4000-i gələndə cavab 16.000 eləyir. Cavabımız Y variantı. %116-cı sual. DNT molekulunda 12.000 ortofosfat turşusu qalığı var. Deməli, burada 12.000-də nukleotit var. Sitozinin sayı 2.000-dir. Verilənləri nəzərə alaraq bu DNT molekulunda dezoksiribozaların, adeninlərin və hidrogen rabitələrinin sayını göstərin. 12.000 ortofosfat turşusu qalığı varsa, 12.000-də dezoksiriboza var. Burada qeyd edirik, 12.000 dezoksiriboza. İndi biz buradan tapaq adeninin miqdarı. Adenin bərabərdir 12.000-dən çıxırıq sitozin və guaninin sayını. 12.000 çıxılsın 4.000 bölünsün 2'ye. Çünki timin və adenin arasında bərabərdir nukleotit sayı. 8.000-i də 2'ye böləndə elədi 4.000. Deməli, adeninin miqdarını tapdıq 4.000. Digər tərəfdən bizə adeninlərin və hidrogen rabitələrin sayını deyir. Hidrogen rabitəsi də bərabərdir. Ümumi nukleotitlərin sayı üzərinə sitozinin sayını gəlirik. 12.000-in üzərinə 2.000 gəlsək, cavabımız eləyir 14.000. Cavab 14.000. D variantı. 117-ci sual. Virusun müdafiə pərdəsini hərəsi 120 amin turşusu qalığından ibarət 100 zülal molekulu təşkil edir. Deməli, 1 zülal 120 amin turşusundan ibarətdirsə, 100 zülal olacaq 2, 0, 12.000 amin turşusu. Bu zülalın orta nisbi molekul kütləsinin cəmini tapın. 12.000-i vuracaq 110 qrama. Bu da bərabərdir eləyəcək 132, yanına da 4 0 əlavə edəcək. 32 D variantı. Sonra 118-ci suala baxaq. X sayda nukleotitdən ibarət DNT molekulunda hidrogen rabitələrinin sayı X sayda nukleotit varsa, o zaman belə deyirik, hidrogen rabitələrinin sayı nukleotit üzərinə sitozin və yaxud guaninin sayını gəlirdik. İndi bizdə burada nukleotitin sayını X veribsə, X-in üzərinə biz gələcək sitozinin və yaxud guaninin sayını. Cavab D variantı. 119-cu suala baxaq. DNT molekulunun ikiləşməsi zamanı bir zəncirdən 26 molekul su ayrılıb. DNT 2 zəncirlidir. Buradan əgər 26 molekul su ayrılıbsa, deməli 27 nukleotit var bu zəncirdə. Digərində də 26 molekul su ayrılacaq və 27 nukleotit olacaq. Çünki nukleotitlərin sayından bir zəncirdə en çıxılsın bir qədər su ayrılır. Bu DNT-lərdə cəmi neçə molekul su ayrılır? 26, bu da 26. Toplayanda 52 molekul su eləyir. Və neçə nukleotit var? Burada 27-dir, bu tərəfdə də 27-dir. Toplayanda 54. 52 və 54 cavabımız. 120-ci suala baxaq.
Bir molunun tam parçalanması zamanı daha çox enerji ayrılır. Metionin amin turşusudur. Glikoza da monomerdir, metionin də monomerdir. Yağ turşusu da nukleotiddir. Ancaq burada insulin polimerdir. Bir neçə amin turşusundan ibarət olduğuna görə bunun kütləsi daha böyük olacaq və bir molundan daha çox enerji ayrılacaq. 121-ci suala baxaq. Hidrogen rabitələrinin sayını bizə verib x. Bir teldə sitozinin sayı. Yəni, bir teldə sitozin 110-dursa, deməli, digər tərəfdə guaninin də sayı 110-dur. Bir teldə guaninin sayı, bu zəncir belədir də, bir tərəf qarşı-qarşıya prinsip. Burada sitozin deyib, burada guanindir. Digər tərəfdə bir teldə guanin 90-dır burada. Deməli, sitozin də burada 90 olacaq. Deməli, guanin digərində 90-dırsa, sitozin də 90-dır. İndi nukleotidlərin ümumi sayını bizdən istəyir. Burada 200 bir sitozin var ümumilikdə, 200 də guanin var. 400 guanin və sitozindir. Ümumi sayda 800-dür. Deməli, 800-dən çıxırıq 400-ü, bölürük 2-yə. Adenin və timinin sayını tapmaqdan ötürü. Burada 400-ü 2-yə böləndə cavab tapdıq 200. Deməli, 200 adenin var, 200 də timin var. İndi bizdən hidrogen rabitələrinin sayını soruşur. Hidrogen rabitəsi də bərabərdir. Ümumi nukleotidlərin sayı, yəni 800-ün üzərinə guaninin sayını gəlirik. 200-ü üzərinə gələndə eləyir 1000. Cavabımız Y variantı. 122-ci sual. Bizə RNT verib və deyir ki, X, Y, Z və K-nın müxtəlif növ nukleotidlər. Bunlar nukleotidlərdir, RNT-yə aid. Amma fikir versək görərik ki, həmin nukleotid Y RNT-də yoxdur. Deməli, bu timin nukleotididir. Digərləri isə adenin, sitozin və guanin ola bilər. İndi biz ardıcıllığı dəqiq deyə bilmərik, amma bu hər üçü RNT-də var. İndi bizə deyir ki, doğru olanları müəyyən edin. K adeninli nukleotid ola bilər. Bəli, var. RNT-də deməli adeninli nukleotid ola bilər. X-in tərkibinə riboza daxil deyil. Riboza daxildir. Çünki X RNT-nin nukleotididirsə, onun karbohidratı ribozadır. Bu yanlış fikirdir. Z-in tərkibinə ortofosfat turşusu qalığı daxildir. Doğrudur, çünki nukleotidlərin tərkibində ortofosfat turşusu qalığı var. Y sitozinli nukleotid ola bilər. Bu yanlışdır. Çünki RNT-də sitozin var, amma Y timin ola bilər. Y-in tərkibinə dezoksiriboza daxildir. Doğrudur. Daxil ola bilər, çünki timin nukleotid isə dezoksiriboza olacaq onun karbohidratı. Z timinli nukleotiddir. Xeyr, timinli nukleotid ola bilməz, digərlər ola bilər. Bu da yanlış fikirdir. İndi bizə doğruları istəyir. 1, 3 və 5. Cavabımız Y variantı. 123-cü suala baxaq. Bu da eyni ilə oxşardır. Bir sxemdə X, Y, Z və K-nın müxtəlif növ nukleotidlər olduğunu qəbul edərək düzgün olmayan ifadələri müəyyən edin. Bu deməli yenə timin nukleotididir. Digərləri isə adenin, guanin və sitozindir. K adenin nukleotidi ola bilər. Doğrudur. X-in tərkibinə riboza daxil deyil. Bu yanlışdır. Riboza var. Z-in tərkibinə ortofosfat turşusu qalığı daxildir. Doğrudur. Y-in tərkibinə ortofosfat turşusu qalığı daxildir. Timin nukleotidinin də tərkibində ortofosfat turşusu qalığı var. Doğrudur. Y-in tərkibinə dezoksiriboza daxildir. Bəli. Dezoksiriboza daxildir. Z timinli nukleotiddir. Yanlışdır. Çünki adenin, guanin və sitozin var. Timin nukleotidi RNT-də yoxdur. İndi bizə düzgün olmayan ifadələri istəyir. 2 və 6. Burada cavablarda 2 və 6 yoxdur. Deməli, bu sualda cavab səhvliyi var. Səhv sualdır. 2, 4, 6-dır bunun cavabı. 2, 4 və 6.
2, 4, 6 yox. 2 və 6. Üzr istəyirəm. 2 və 6. 2 və 4 burada yoxdur. Olmasa, yəni B-ni götürə bilərik. Sadəcə sual səhvdir. 124-də baxaq. Deməli, DNT verib bizə. DNT-də nukleotidlər verib. Deməli, yoxdursa bu urasildir. Nukleotid deyir. Olduğunu qəbul edərək düzgün ifadələri müəyyən edin. Yadımızda saxlayaq. Y urasildir. Z urasilli nukleotiddir. Yanlışdır. Çünki Y urasili idi bizdə. Bu yanlış fikirdir. X-in tərkibinə dezoksriboza daxil deyil. Yanlışdır, daxildir. Çünki müsbət var idi X-in üzərində. Y-in tərkibinə riboza daxildir. Doğrudur. Çünki Y urasil nukleotidi idi. K sitozinli nukleotid ola bilər. Doğrudur. Y-in tərkibinə ortofosfat turşusu qalığı daxildir. Bəli, çünki bütün nukleotidlərin tərkibində var karbohidratla ortofosfat turşusu. Ona görə bu da doğru ifadədir. X-in tərkibinə ortofosfat turşusu qalığı daxildir. Bəli. Bizdən yanlışı istəyirdik. Dəqiqə baxın. Düzgünü istəyir. Düzgün də burada. Dörd dənə düzgün var deməli. 3, 4, 5 və 6. Burada da cavabda yenə səhvlik var. Bu suala da sual işarəsi qoyuram. Cavab 3, 4, 5, 6-dır. Bunların hər biri doğrudur. Ola bilsin ki, çapda səhv gedib cavablarda. Və yaxud nə isə burada əksi yazıb. Daxil deyil yazmalıymış. Y-də məsələn daxil yazıb ola bilər. 125-ci sual. Nukleotidlərin sayını N, hidrogen rabitələrinin sayını H, adeninli, guanin və sitozinli nukleotidlərinin sayını I isə uyğun olaraq işarə etsək, DNT molekulu üçün ifadələrdən hansı səhvdir? Biz bilirik ki, hidrogen rabitəsini hesablayanda nukleotidlərin üzərinə guanini gəlirik və yaxud sitozini gəlirdik. Bu doğrudur. Bizdən səhvi soruşur. Hidrogen rabitəsi bərabərdir N üstəgəl Q. Doğrudur. Nukleotidin sayı bərabərdir hidrogen çıxılsın guanin. Bu da doğru ifadədir. Amma nukleotidin sayı hidrogen rabitəsinin üzərinə adenini toplasaq doğru olmaz. Bu ifadə yanlışdır. 125-də D variantı. 126-cı suala baxaq. Deyir ki, DNT molekulunda hidrogen rabitələrinin sayının nukleotid üzərinə gəl timin düsturu ilə hesablamaq mümkündürsə, deməli o zaman adeninin sayı timinin sayına, bu da sitozin və guaninin sayına bərabərdir. Baxaq variantlarda adenin və timinli nukleotidlərin saylarının cəmi sitozin və guanin nukleotidlərinin saylarının cəmindən çoxdur. Yanlışdır. Nukleotidlərin növ sayı azotlu əsasların növ sayından çoxdur. Səhvdir. Pentozaların sayı 3 qat hidrogen rabitələrinin sayına bərabərdir. Yanlışdır. Ortofosfat turşusu qalıqlarının sayı 2 qat hidrogen rabitələrinin sayına bərabərdir. Bu da yanlışdır. 3 qat hidrogen rabitələrinin sayı 2 qat hidrogen rabitələrinin sayına bərabərdir. Doğru fikirdir. 3 qat hidrogen rabitəsi deməli sitozinlə guanin arasındadır. 2 qat hidrogen rabitəsi adenin və timin arasında. Qat ayrı bir şeydir. Say olaraq ayrı. Məsələn, burada bir ədəd 2 qat hidrogen rabitəsi var. Amma 2 hidrogen rabitəsi sayılır. Burada bir ədəd 3 qat hidrogen rabitəsi var. Digər tərəfdən 3 hidrogen rabitəsi. Buna görə 3 qat hidrogen rabitəsinin sayı, yəni guanin və sitozinin sayı adenin və timinin sayına bərabərdir. Cavabımız Y variantı. Sonra 127-ci suala baxaq. Ölçüsü böyük olan azotlu əsasların cəmi sayı. Ölçücə böyük olan adenin və guanindir. Yəni adenin və guaninin sayını toplayıb X-dir. Sitozin azotlu əsaslarının sayının timin azotlu əsaslarının sayına nisbəti.
Deməli, sitozinin timinə nisbəti 2-dir. Hidrogen rabitələrinin sayını verib bizə 4000. Biz buradan ümumi nukleotidin sayını belə hesablaya bilərik ki, 2 ilk qız qədər sitozindirsə, 2 qız sitozindirsə, o zaman 2 qız da guanindir. X qədər də timindirsə, X da adenindir. Azotlu əsasların cəm sayı X verib bizə və hidrogen rabitələrinin sayı verib 400. Digər tərəfdən hidrogen rabitələri bərabər idi. 2 adenin üzərinə 3 guanin. Biz də burada nukleotidlərin sayını üzərinə, digər tərəfdən nukleotidin üzərinə gələ bilərik. Sitozin və yaxud guaninin sayını. Nukleotidi bizə verməyib. Biz buradan tapırıq ki, hidrogen rabitəsini verib amma. Buradan nukleotidlərin sayını tapanda, deməli, sitozin azotlu əsaslarının sayının timin azotlu əsaslarının sayına nisbəti 2 dəfə çoxdur. Belə eləyək. Hidrogen 4000, kənardan yazın. 4000 bərabərdir. Nukleotidlərin sayı nə qədərdir? 2 qız burada, 2 qız burada, 4 qız, bu da x, 6 x. Üzərinə gəlirik guaninin sayı. Guaninin də sayı 2 qızdır. Deməli, x-i buradan tapırıq. 8x-i 4000-ə bərabər eləyəndə tapırıq 500. Deməli, tapdıq ki, 500 dənə timin var. Çünki x timinin sayıdır. 500 timindir. 500 adenindir. 2x qədər o zaman guanindir. Guanin bərabərdir 1000. Sitozin də bərabərdir 1000-ə. İndi bizdən nə soruşur? X-i hesablayın. Adenin və guaninin sayı. Adenin 500-dür, guanin 1000-dir. Cavabımız 1500, toplayanda 1500. %28-ci sual. Adenin və timin nukleotidləri haqqında doğru olan ifadəni müəyyən edin. Nukleotidlərin həm azot əsası, həm də karbohidratı fərqlidir. Azot əsası fərqlidir, amma karbohidratları fərqli deyil. Məsələn, DNT molekulundadırsa, onların karbohidratı dezoksiribozadır. Sonra B variantı. Molekul kütlələri ən böyük olan nukleotidlərdir. Bu da yanlış fikirdir. Çünki guanin və adeninin molekul kütləsi böyükdür. DNT molekulunda sayıları 1-in 1 nisbətindədir. Bu ifadə doğrudur. Çünki həmişə adeninin sayı timinin sayına bərabər olur. Ona görə cavabımız C variantıdır. 129-cu suala baxaq. Deyir ki, aşağıdakı şəkildə zülal sintezi edən ribosomlar göstərilib. Yanlış ifadələri müəyyən edin. Bu mRNT-dir, daxil olub məlumat RNT-si ribosomlara zülal sintezi gedir. Fikir versək görürük ki, buradakı zülal sintezində amin tuşlarının sayı digərlərinə nisbətən çoxdur. Amma bir növ mRNT daxil olduğuna görə bunların hər birində olan zülal eyni növdür. İndi gəlin variantları oxuyaq. Deyir ki, mRNT-nin üzərində eyni anda müxtəlif növ zülallar sintez edən ribosomlar var. Xeyr, eyni bir mRNT daxil olduğuna görə bunların hər biri eyni növ zülalı sintez edəcək. Ona görə bu ifadə yanlışdır. İkinci, bir ribosom eyni anda bir neçə eyni növ zülalı sintez edə bilər. Xeyr, bu ifadə də yanlışdır. Üçüncü, müxtəlif ribosomlar eyni növ zülal molekulu sintez edir. Bəli, çünki bir mRNT-si olduğuna görə bu ifadə doğrudur. Hazırda ribosomlarda sintez olunan bütün polipeptid zəncirlərinin kütlələri eynidir. Bu ifadə yanlışdır. Çünki burada məsələn 2 amin turşusu var, burada artıq 3, burada digərində 4 fərqlidir kütlələri. Bizdən yanlış istəyir 1, 2 və 4. Cavabımız Y variantı. 130-cu sual. DNT molekulunda orta hissəsində 3 rabitə əmələ gətirən pentozaların cəmi N olarsa,
Bu hissədə nukleotidlərin cəmini hansı ifadə ilə müəyyən etmək olar? DNT 2 zəncirlidir və orta hissəsi deyirsə 3 rabitə əmələ gətirən pentozaların cəmi. Burada hər bir DNT molekulunda bu DNT-nin azot əsasıdır, bu karbohidratıdır, bu da onun orta fosfat turşusu qalığıdır. Pentoza özündən əvvəlki karbohidratla orta fosfat turşusuna əlaqə yaradır. Deməli, ortada 3 dənə rabitə olur. Azot əsası ilə rabitəsi, orta fosfat turşusu və bir ədəd də kovalent rabitə digər nukleotidin orta fosfatı ilə. İndi bizə orta hissə dediyinə görə, bu hissədə nukleotidlərin cəmi hansı ifadə ilə müəyyən etmək olar? Orta hissəni nəzərə aldığımıza görə n qədər pentoza varsa, n qədər də nukleotid var. Cavabımız C variantı. 31-ci sual. Nukleotidlər hansı hissələri vasitəsilə bir-birlə birləşərək DNT-nin bir zəncirini əmələ gətirir? Zəncirində azot əsası iştirak eləmir. Çünki o digər zənciri, qarşıdakı zəncirlə əlaqə yaradır. 2 qat və yaxud 3 qat hidrogen rabitəsi. Zəncirdə əlaqə yaradanlar 2 və 3-cü hissəsidir. Çünki pentoza ilə ortofosfat turşusu qalıqları arasında yuxarı və aşağı hissədən rabitələr yaranır. 2 və 3. 132. Nəqliyyat funksiyasını yerinə yetirən zülalları müəyyən edin. Bu hemoglobindir, bir də hemosiyanin molluskalarda. 2 və 4-dür cavabımız. 133-cü suala baxaq. Mətndə buraxılmış sözlərin ardıcıllığını müəyyən edin. Nüvə ilə yanaşı plastit kimi hüceyrə orqanoidlərində DNT vardır. Burada mitoxondri 3. Sonra DNT molekulu spiral halında burulmuş 2 zəncirdən ibarətdir. 2 zəncir və yaxud 2 polinukleotid. Onun hər bir monomeri azotlu əsas dezoksiriboza, çünki DNT-dir, dezoksiriboza bu ortofosfat turşusu qalığından təşkil olunub. Cavab 3, 6 və 8. %134-cü suala baxaq. Mətndə buraxılmış sözlərin ardıcıllığını müəyyən edin. RNT molekulu bir polinukleotid zəncirdən ibarətdir. 2. Onun hər bir monomeri azotlu əsas, riboza və ortofosfat turşusu qalığından təşkil olunub. Azotlu əsasına RNT molekuluna rast gəlinmir. Timin. 2, 5, 7. Pektin maddəsi disaxaridə aiddir, yanlışdır. Polisaxaridə aiddir, doğrudur. Ağır metalları özünə absorpsiya edə bilir, doğrudur. Boğmayaqların xarici skeletin təşkil edir, yanlışdır. Göbələklərin hüceyrə divarının əsas tərkib hissəsidir, xeyr. Balqabaq meyvəsinin əsas tərkib hissələrindən biridir, doğrudur. Cavabımız deməli 2, 3 və 6. 136-cı sualda. Bizə zülalın quruluşu verilib. Birincili quruluş, sonra bu üçüncülü quruluş, bu da ikincili quruluşdur. İndi deyir ki, eyni bir zülalın hər üç quruluşu üçün ümumidir. Öz bioloji funksiyasını yerinə yetirməsi. Xeyr, bu yanlışdır. Çünki zülallar öz bioloji funksiyasını üçüncü quruluşunda yerinə yetirməyə başlayırlar. Deməli, birinci ifadə səhvdir. İkinci, amin turşuların birləşmə ardıcıllığı ola bilər. Sonra peptid rabitələrinə malik olmaları doğrudur. Çünki bunlarda da peptid rabitə var. İkincili quruluşda artıq hidrogen rabitəsi də var. Üçüncüdə həm də disulfid rabitəsi. Dördüncü, hidrogen rabitələri və hidrofob qarşılıqlı təsirin mövcudluğu. Hidrogen rabitəsi birinci quruluşda yoxdur. Ona görə bu ifadəni hər üçünə aid edə bilmərik. Dönməz denatürasiya zamanı quruluşun pozulması. Bəli, çünki ilkin quruluşda pozulur. Ona görə cavab 2, 3 və 5. 37-ci.
Aşağıdakı sxemdə eyni DNT molekuluna baş verən A və B prosesləri verilmişdir. Doğru ifadələri müəyyən edin. Deməli, burada DNT-nin ikiləşməsi prosesidir. Digəri isə DNT-dən RNT-nin sintezidir. İndi A 4 növ nukleotid iştirak edir. Doğru fikirdir. Sonra B 8 növ nukleotid iştirak edir. Doğrudur. Çünki DNT-də adenin, guanin, sitozin, timin nukleotidləri olur. RNT-də adenin, guanin, sitozin və urasil nukleotidləridir. Azot əsası olaraq 5 növ azot əsası iştirak edir bu transkripsiyada. Ancaq nukleotid olaraq 8 növ. Ona görə bu ifadə də doğrudur. Üçüncü ifadə. Deməli, A eukaryot orqanizmlərdə yalnız növədə baş verə bilər. Xeyr, mitoxondrilərdə və xloroplastlarda da gedə bilər bu. Ona görə yanlış fikirdir. B 8 növ azot əsası iştirak edib B-də. Xeyr, 5 növ azot əsası iştirak edib. 5-ci. B 2 membranlı orqanoidlərdə baş verə bilməz. Niyə baş vermir ki? Verə bilər. Çünki 2 membranlı orqanoidlərin həm RNT-si, həm DNT-si var. Bu da yanlış fikirdir. A interfazada baş verə bilər. Bəli, DNT-nin ikiləşməsidir. Ona görə 1, 2 və 6-dır düzgün cavabımız. 138. Bir zəncirində 200 adenin, 400 timin. Deməli, DNT 2 zəncirlidir. Əgər burada 200 adenin varsa, deməli, bunun qarşısında 200 timin var. Burada 400 timin varsa, bunun qarşısında da 400 adenin var. 100 guanin var. Onda bunun qarşısında 100 sitozindir. 50 sitozin varsa, qarşısında da 50 guanin var. Deyir ki, DNT molekulunun qarşıdakı zəncirinə sintez olunan mRNT-də 200 adenin var. Timindən adenin, buna komplementar olaraq sintez olunur RNT, doğrudur. 200 adenin olacaq. 750 dezoksiriboz olur. Xeyr, RNT-də dezoksiribozu olmur, riboz olur. 750 ortofosfat turşusu qalığı olur. İndi baxın, nukleotidləri hesablayaq. 200 timin, 400 adenin. Toplayanda elə də 600. 600-ün üzərinə 100 sitozin, 700. 700-ün üstünə 50 guanin, 750 nukleotid bu zəncirdə var. Bu doğru ifadədir. Guanin nukleotidlərin sayı sitozin nukleotidlərin sayından azdır. Guanin 50-dir, sitozin 100-dür. Doğrudur. Bir dəqiqə. Guanin nukleotidlərinin sayı sitozin nukleotidlərin sayından azdır. Xeyr, RNT zəncirində, mRNT-də dediyinə görə, mRNT-də artıq 50 sitozin olacaq guaninin qarşısında, 100 guanin olacaq. Ona görə bu ifadə yanlışdır. Sitozin nukleotidlərinin sayı urasil nukleotidlərinin 8-də 1-nə bərabərdir. İndi baxaq, sitozin nukleotidləri RNT-də belə olacaq da 200 adenin dayanacaq, 400 urasil, 100 guanin, 50 sitozin. Urasilin sayı, urasil nukleotidlərin 8-də 1-nə bərabərdir. Doğrudur sitozin. Bu da ifadə doğrudur. Deməli, 1, 3, 5. 3, 5. Doğru cavabımız. 139-cu suala baxaq. Tərkibində timin əsası olan nuklein turşuları üçün səciyyəvi əlamətləri seçin. 2 polinukleotid zəncirdən ibarətdir. Doğrudur. Timin DNT-də var. Bizi DNT-ni soruşur. Amin turşularını sintez olunan yerə daşıyır. Xeyr, amin turşuları nəqliyyat RNT-si daşıyır. Ribosomun tərkibində olmur. Doğrudur. Translasiya prosesini həyata keçirir. Xeyr. Transkripsiyada iştirak edir. Doğrudur. Yalnız eukaryot hüceyrələr üçün xasdır. Yanlışdır. Çünki bakteriyalarda da DNT var. Cavab 1, 3, 5. 1, 3 və 5. 140-cı sual. Tərkibində urasil əsası olan nuklein turşuları, yəni RNT-dən söhbət gedir. Yalnız eukaryot hüceyrələr üçün xasdır. Yanlışdır. Zülal sintezində bilavasitə iştirak etmir. Yanlışdır. Amin turşularını zülal sintez olunan yerə daşıyır.
Doğrudur, nəqliyyat RNT-si daşıyır. Nuklein turşuları üçün matris rolunu oynayır. Xeyr, yanlışdır. Matris rolunu DNT oynayır. Translyasiya prosesini həyata keçirir. Bəli, 2 polinukleotit zəncirdən ibarətdir. Bu da yanlışdır. Cavabımız 3 və 5. 141-ci sual. Sxemdə X, Y, Z və K müxtəlif növ azot əsaslarıdır. Deməli, DNT-də olmayan azot əsası urasildir. Bizdə burada azot əsası verib. Ölçülərinə görə K Z-ə bərabərdir. Və bunlar böyükdür X-dan. Deməli, X timindir. K və Z adenin və guanin ola bilər. İndi düzgün ifadələri seçin. Y adenindir. Xeyr, yanlışdır. Z urasil ola bilməz. Doğrudur. X guanindir. X timindir. Yanlışdır. K timindir. Yanlışdır. X sitozin ola bilər. Bəli, ola bilər. Çünki timin və sitozin ola bilər. Ölçüsünə görə. Y urasildir. Doğrudur. Cavabımız 2, 5 və 6. 142-ci sual. Deməli, eynidir. Y yoxdursa, deməli, bu urasildir. Bizə şərtə baxaq. Görək, nə deyir şərtdə? K X-a bərabərdir, Z onlardan böyükdür. Deməli, K ilə X bir-birinə bərabərdirsə, Z-dən kiçikdirsə, Z adenin və guanin ola bilər. K ilə X isə sitozin və timin kütlələri bir-birinə bərabər. İndi baxaq, Y urasildir. Doğrudur. Sonra, Z timin ola bilməz. Doğrudur. Çünki biz Z-ə adenin və guanin yazmışıq. X guanindir. X timin yazmışıq. Sitozin və yaxud timin ola bilər. Yanlışdır. K sitozin ola bilər. Ola bilər. Doğrudur. Z sitozindir. Xeyr, adenin və guanin ola bilər Z. Yanlışdır. Y adenin ola bilər. Y isə demişdik ki, urasildir. Cavab 1, 2 və 4. 143-cü suala baxaq. DNT molekulunun müəyyən bir hissəsinin sahəsində ölçüsü guaninin ölçüsünə bərabər olan nukleotit 3 rabitə əmələ gətirir. Deməli, ölçüsü guanin nukleotitinə bərabər olan adenindir. Əgər adenin 3 rabitə əmələ gətiribsə, deməli, bu zəncirin əvvəlində və sonunda yerləşib. Bu nukleotit haqqında nələri söyləmək olar? DNT zəncirinin başlanğıcında yerləşir. Doğrudur. 2 hidrogen 2 kovalent rabitə əmələ gətirib. Doğrudur, 2 hidrogen rabitəsi əmələ gətirir. Ancaq kovalent rabitə əmələ gətirməsi adenin, deməli, nukleotidinin bir kovalent rabitə əmələ gətirir. Bu yanlış fikirdir. Sonra, bu nukleotidin azotlu əsası sitozindir. Xeyr, yanlışdır. 1 kovalent və 2 hidrogen rabitəsi əmələ gətirib. Doğrudur. Onun tərkibindəki fosfat turşusu qalıqlarının sayı əmələ gətirdiyi hidrogen rabitələrinin sayına bərabərdir. Fosfat turşusu qalıqlarının sayı. Deməli, adenin və qarşısında timin olacaq. Tərkibində fosfat turşusu qalıqlarının sayı əmələ gətirdiyi hidrogen. Xeyr, bu da yanlışdır. Onun tərkibindəki pentozaların sayı əmələ gətirdiyi kovalent rabitələrin sayına bərabərdir. Bu doğru ifadədir. Cavabımız 1, 4 və 6. DNT molekulunun müəyyən bir sahəsində ölçüsü sitozin azotlu əsasının ölçüsünə bərabər olan azotlu əsasa malik nukleotit 4 rabitə əmələ gətirir.
Deməli, ölçüsü timindən söhbət gedir. Bu timin o zaman 4 rabitə əmələ gətirilsə, zəncirin ortasında gəlib. DNT zəncirinin başlanğıc və ya sonunda yerləşir. Yanlışdır. Bu nukleotit növü ilə başa çatan DNT tripletlərinin 14 növü eukaryot orqanizmlərdə amin turşularını kodlaşdırır. Yəni, stop tripletləri yazaq. ATT, AST, ATS. 16 timinlə bağlı kod var. Bunun 3 deməli ikisi sonun 16-sının sonu timinlə bitir. Həmin 16-sının ikisi, baxın burada ATT və AST timinlə bitənlər kodlaşdırmır. Stop kodlardır. Buna görə 16-dan çıxırıq 2-ni, cavab 14-ü kodlaşdırır sonu T ilə bitənlərin. Ona görə bu ifadə doğru ifadədir. Sonra bu nukleotit bilavasitə transkripsiya prosesində iştirak edə bilər. Translasiyada isə iştirak edə bilməz. Timinlə bağlı bu nukleotit doğrudur. Çünki timin transkripsiyada iştirak edir, ancaq translasiyada iştirak etmir. Bu da doğru fikirdir. Sonra onun tərkibində ortofosfat turşusu qalığının sayı əmələ gətirdiyi hidrogen rabitələrinin sayına bərabərdir. Xeyr, bu yanlışdır. Hidrogen rabitəsini adeninli nukleotit ilə əmələ gətirmişdir. Doğrudur. Çünki timinin qarşısında adenin dayanır. 2, 3 və 5 cavab. 2, 3 və 5. %145-ci sual. 3 qat hidrogen rabitələrinin sayını, yəni guaninin sayını A ilə işarələyib. 2 qat hidrogen rabitələrinin sayını B ilə, yəni adenin və yaxud timinin sayını B ilə işarələyib. Deyir ki, guanin bölünsün adenin bərabərdir 1-ə. Deməli, bu molekulda hamısının sayı nukleotitlərin bir-birinə bərabərdir. İndi gəlin deyir ki, nukleotit növlərinin sayı bir-birinə bərabərdir. Doğrudur. İndi dedim ki, bunlar hamısı bərabərdir ki, nisbəti 1-dir. Bütün azotlu əsas növlərinin sayı bir-birinə bərabərdir. Doğrudur. Adenin və sitozin nukleotitlərinin cəmi timin və guanin nukleotitlərinin cəmindən çoxdur. Bu yanlışdır. Reduplikasiya prosesi baş verməyəcək. Yanlışdır. Hidrogen rabitələrinin sayı nukleotitlərin sayı ilə adenində nukleotitlərin sayının cəminə bərabərdir. Yəni, demək istəyir ki, hidrogen rabitəsinin sayı adenin və yaxud timinin cəminə bərabərdir. Bu ifadə doğrudur. Çünki nukleotitlərin sayı bir-birinə bərabər olduğuna görə hidrogen rabitələrinin sayı düsturundan tapa bilərik. Cavabımız 1, 2 və 5. Altıncı suala baxaq. Deyir ki, əgər DNT molekulunda ölçüləri digərlərindən böyük olan 2 növ nukleotitin sayının cəmi 2000-dirsə, deməli, adenin üzərinə guanin bərabərdir 2000-ə. Digər nukleotitlərin sayı neçədir? Sitozin və timin qalır yerdə. Bunların da deməli sayı 2000-dir. Çünki digəri ona komplementardır. Ona görə 2000. Əgər DNT molekulda ölçüsü digərlərindən kiçik olan 2 növ nukleotitlərin sayılarının cəmi 2000-dirsə, bir də bunun əksidir. Sitozin timinlə cəmi 2000-dir. O zaman guanin və adenin də cəmi 2000-ə bərabərdir. Cavab 2000. 148-ə baxaq. Əgər DNT molekulunda ölçüsü digərlərindən böyük olan 2 növ nukleotitlərin sayının cəmi 2000-dirsə, deməli, adenin üzərinə gəlirik, guanin bərabərdir 2000-ə. Bu molekulda cəmi neçə nukleotit var? O zaman sitozinlə timinin də cəmi 2000-dir və bunların da cəmi deyir 4000. 149-cu sual. Əgər DNT molekulu
ölçüsü digərlərindən az olan 2 növ nukleotin sayının cəmi 2000-dirsə, yəni sitozin və timinin cəmi 2000-dir. Sonra guanin və adeninin də cəmi 2000-dir. Bizdən molekulda neçə nukleotit var soruşur? 4000. Bayaqki sualın təkrarıdır. 150. DNT molekulu 800 nukleotitdən təşkil olunub. N bərabərdir 800-ə. Bu DNT molekulunun sintezi zamanı ayrılan su molekullarının atomlarının nüvəsindəki protonların sayı neçə olar? DNT 2 zəncirlidir və hər bir zəncirdə N çıxılsın bir qədər su ayrılır. N çıxılsın bir qədər bu zəncirdən, N çıxılsın bir qədər bu zəncirdən. Ümumilikdə N çıxılsın 2 qədər su ayrılır. İndi biz 800 nukleotit varsa 798 mol su ayrılıb. Və hər bir mol su atomun proton sayı H2O-dur suyun formulu və burada 10 proton var. 798-i vururuq ona, bərabərdir 7980. Cavabımız 7980. 51-ci sual. Yağın tam parçalanması nəticəsində 660 qram su əmələ gəlib. Bu zaman təqribən neçə kilojul enerji ayrılar? 1 qram yağ parçalanında 1,1 qram su alınır. 660 qram su x bərabərdir 66 qram yağ. 66-nı da vururuq 38,9 kilojola. Buradan hesablayanda 23.340 edir. Cavabımız 152. Ayı 60 günlük qış yuxusu dövründə dəraltı pi qatının azalması hesabına kütləsini 1,2 kiloqram itirib. Deməli 60 günə 1200 qram itirib bu. Tapaq ki, bu bir sutka ərzində nə qədər itirib? X bərabərdir 120-ni bölürük 60-a. 120 bölək 60 bərabərdir 20 qram. Bu, bunun sutka ərzində itirdiyi yağın kütləsidir. İndi bir sutka ərzində bu yağın oksidləşməsinə neçə qram su alınır? 1 qram su yağdan alınır 1,1 qram su. Deməli 20 qramdan da alınacaq x. X də bərabərdir 20-ni vuracaq 1,1-ə. 22 qram su. Cavabımız 22. 53-cü sualda. DNT molekulunda karbohidrat, orta fosfat turşuqal və azotlu əsasların saylarının cəmi 48.000-dir. Deməli, azotlu əsas, karbohidrat və orta fosfat turşuqalı. Bu özü nukleotit 3 hissədən ibarətdir. Bu 3 hissənin cəmi bizə verib 48.000. Yəni 3x bərabərdir yazaq. Biz nukleotitin sayını bilmirik. 48.000-ə bərabər eləyək. X tapırıq buradan 16.000 nukleotit var imiş. Bu DNT molekulunda. Və bunun bir zəncirində orta fosfat turşusu qalıqları və karbohidratların sayları cəmini istəyir. DNT 2 zəncirlidir. 16.000-i 2 yerə böləndə 8.000 bu zəncirə düşür, 8.000 də bu zəncirin payına düşür. Və hər bir zəncirin özünün orta fosfat turşusu qalığı ilə karbohidratı var. Ona görə 8.000 nukleotidi 2-yə vururuq karbohidratı ilə orta fosfat turşusuna. 8.000 də vuranda 2 eləyir 16.000. Cavab 153-də 16.000.